Salam, hər vaxtınız xeyir olsun. Balıq yağı 30% omega-3 yağ turşularından ibarətdir. Vitamin D və A da balıq yağının tərkibinə daxildir. Balıq yağı ilk növbədə ürək əzələsinin işini yaxşılaşdırmaqla ürək xəstəliklərinin yaranma riskinin qarşısını almış olur. Müsbət xolesterinin səviyyəsini qaldırır, triqliseridlərin səviyyəsini 15-30% aşağı salır, arterial təzyiqi aşağı salır, arteriya divarlarında lövhəciklərin yaranmasının qarşısını alır, aritmiyaya qədər köməklik göstərmiş olur. İkinci növbədə balıq yağı psixi durğunluğundan qurtulmağa köməklik göstərir. İnsan beyninin 60% yağlardan ibarətdir. Bunların da əsas tərkibi omega-3 yağ turşularından ibarətdir. Burada əminliklə demək olar ki, beynin fəaliyyətinin yaxşı fəaliyyət göstərilməsində omega-3 yağ turşularının balıq yağının xüsusi rolu vardır. Tədqiqatlar göstərib ki, psixi vəziyyətlərdə, psixi durğunluqlarda, psixi hallara düşən insanlarda qanın analizində omega-3 yağ turşularının defisiti aşkarlanıb və bu əlavələri qəbul etdikdən sonra bunlar yerinə düşüb normallaşıbdır. Balıq yağı çəkini azaldır, gözlərin görmə itiliyini yaxşılaşdırır, xroniki iltihabı normallaşdırır, oynaqlarda ağrını götürür, dərinin sağlamlaşdırır, dəridə qocalma prosesini ləngidir və dermatit, psoriaz kimi xəstəliklərdə xüsusi olaraq göstəriş sayılır. Eyni zamanda qaraciyərdə piylənmənin yağlarının ərinməsində onun xüsusi rolu vardır və sümüklərin möhkəmlənməsində, depressiv halların aradan qalxmasında balıq yağı əvəzsiz bir rol oynayır. Həftə ərzində 2 yağlı balıqdan istifadə etmə, bioloji aktiv qida əlavəsi kimi istifadə etdiyimiz omega-3 yağ turşuları ilə müqayisədə xeyli üstün sayılır ki, bu da onun təbii mənşəli olması ilə əlaqədardır. Bütün hallarda balıq yağından istifadədən qabaq, mütəmadi istifadəsindən qabaq öz müalicə həkiminizlə məsləhətləşin. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.